Deməli uşaqlar, biz keçirik Azərbaycan torpaqlarının azad edilməsi və Nadir xanın Azərbaycan torpaqlarını azad etməsi, bir də Nadir Şah imperiyasının. Azərbaycan torpaqları bilirik ki, 1723-cü ildə Peterburq müqaviləsi, 24-cü ildə isə İstanbul müqaviləsi ilə Rusiya və Osmanlı dövlətləri tərəfindən işğal edilmişdir. Səfəvi dövlətin ərazisində isə qalmışdı İran əraziləri, İranın şərq hissələri isə, Mərkəzi Asiya tərəf olan hissələr isə Əfqanlar tərəfindən tutulmuşdur. 1726-cı ildə Şah II Təhmasib Nadir xanı Səfəvi ordusuna komandan təyin edir. Nadir xan deyirik ki, mahir sərkərdə idi, özü Əfşar tayfasından idi və düzdür, əvvəlki həyatında quldur, ya cani, belə bu tip olsa da, sonradan Heratı azad etdikdən sonra öz şəxsi nüfuzu artmışdır. Və Nadir xan sərkərdə seçildikdən sonra ilk iş olur, Heratı ələ keçirir, Heratı geri alır və Əfqanları ölkədən qovur. Əfqanları ölkədən qovur. 1730-cu ildən isə Osmanlıya qarşı başlayır fəal hərbi əməliyyatlara. Və bu hərbi əməliyyatların nəticəsində həm İrəvan, həm də daha doğrusu Həmədan, Şirvanşah, daha sonra isə Təbriz və Ərdəbili Osmanlılardan azad edir. Nadirin nüfuzu biraz da artır və Nadirin lakin azad etdikdən sonra üsyan qalxdığına görə gedir Xorasana. Nadirin Xorasana getməsindən sonra Şah II Təhmasib baxır, görür ki, Nadir Şah II Təhmasib şahdır, ölkənin hökmdarıdır. Amma Nadir xan sadə bir sərkərdədir. Amma Nadirin nüfuzunun artmasından qorxduğu üçün, çəkindiyi üçün, həm də öz belə nüfuzunu artırmaq üçün Şah II Təhmasib də başlayır hərbi əməliyyatlar Osmanlıya qarşı. Amma bütün işləri belə zibil gününə qoyur və Nadirin tutduğu ərazilər, geri aldığı əraziləri Şah II Təhmasib itirir. Osmanlılar yenidən 31-ci ildə Osmanlılar yenidən bu ərazilərin hamısını ələ keçirirlər. Nadir azad etmişdi də. İkinci Təhmasib görür ki, məğlub ola gedir. 32-ci ilin yanvarın 16-sında Kirmanşah müqaviləsini imzalayır. Kirmanşah müqaviləsi Osmanlı ilə imzalanmışdı və Kirmanşaha görə Araz çayı sərhəd olurdu. Arazdan cənubdakı ərazilər, yəni Həmədan, Kirmanşah, Təbriz, Ərdəbil qaytarılırdı Səfəvi dövlətinə. Araz çayı iki dövlətə sərhəd olurdu. Səfəvi Osmanlılar arasında. Arazdan şimaldakı ərazilər isə Osmanlıda qalırdı. Amma hansı ərazilər? Təbii ki, Xəzər dənizi sahilləri istisna olmaqda da. Xəzər dənizi sahilləri Rusiyadır. Daha sonra Nadir xan gəlir, görür ki, Şah II Təhmasib Kirmanşah müqaviləsini imzalayır. Özdə hansı şərtlərlə? Bu şərtlərlə. Deyir ki, mən onsuz da tutmuşdum da, Həmədanı, Kirmanşahı, Təbrizi, Ərdəbili azad eləmişdim. Sən niyə müqavilə bağlayırsan Osmanlı ilə? Yəni, ikinci Təhmasibə etiraz edir. Amma biraz da sakit durur, onsuz da devirəcək də onu. Şah II Təhmasibə devirəcək. Və daha sonra, olasın, ardı ilə Nadir xan Rusiya ilə Rəşd müqaviləsini bağlayır, Rəşd sülhü. Rəşd müqaviləsinə görə Kürdən cənubda yerləşən ərazilər, Xəzəryanı ərazilər qaytarılır Səfəvi dövlətinə. Bir də burada da ticarət məsələləri var. Yadınızdadır, 1667-ci ildə ticarət məsələləri var idi. Deməli, Rus tacirlərinə gömrüksüz ticarət hüququ, Rus tacirlərinə xüsusi ehtiram, eyni məsələlər Rəşd müqaviləsində də var. Səfəvi ilə Rusiya arasında imzalanmışdı. Rus tacirlərə güzəştlər var idi, Səfəvinin bütün hakimiyyəti boyu yenə də güzəştlər və eyni zamanda Hindistana gedən yolun təhlükəsizliyini Səfəvilər təmin edəcəkdir. Rus tacirlər üçün. Məhz Rəşd müqaviləsində imzalayandan sonra Nadir xan oturur, düşünür ki, bu ikinci Təhmasibdən heç nə olan deyil və Şah II Təhmasibi devirir, yerinə onun 8 aylıq oğlu 3-cü Abbası şah elan edir. Və özü də özünü 3-cü Abbasın vəkili elan edir, naibi elan edir, dövləti 3-cü Abbas 8 aylıq uşağın adından idarə etməyə başlayır. 3-cü Abbas olub 1732-36-cı ildə. 3-cü Abbas neçə yaşına gəldi? 8 aylıq. 8 aylığında gəlir. Onu şah elan edir, özü də dövlətin adından idarə edir. Nəzam gəlsin. Deməli, daha sonra Nadir xan başlayır hərbi əməliyyatlara, sakit olun, əməliyyatlara başlayır
1733-cü ildə Bağdad ətrafında qalib gəldikdən sonra Bağdad sülhü imzalayır Osmanlı paşası ilə. Bağdad sülhünə görə Osmanlı son 10 ildə işğal etdiyi bütün əraziləri tərk etməli idi. Bütün Azərbaycan ərazilərini tərk etməli idi. Lakin Osmanlı sultanı Bağdad müqaviləsini tanımaqdan imtina eləmişdi. Sonra Nadir Ruslara qarşı tezdən hərbi əməliyyatlara başlayır. 35-ci il martın 1-də Gəncə müqaviləsinə əsasən Rusiya qoşunları tamamilə Xəzəryanı bölgələrdən çıxırlar. Tamamilə. Baxın, nə demişdik? Rəşd müqaviləsində Rus qoşunları Kürdən cənubdakı Xəzəryanı ərazilərindən çıxmışdı. Amma Gəncə müqaviləsi ilə bütün Xəzəryanı əraziləri tərk edir. Yəni Şimali Qafqazdakı Terek çayı var, Terekdən aşağıdakı bütün Xəzəryanı əraziləri tərk edirlər. Biz dedik ki, Osmanlı sultanı Bağdad sülhünü tanımaqdan imtina etmişdi. Ona görə Osmanlı qoşunları hələ də Azərbaycanda vardı. Nadir xan 35-ci ildə Üçkilsə İrəvan ətrafındakı döyüşlərdə Osmanlı qoşunlarını məğlub edir. Beləliklə Osmanlılar tamamilə Azərbaycandan qovulur. Nəhayət 35-ci ilin sonu üçün Nadir xan olaraq, ordu komandanı olaraq həm Rusları, həm də Osmanlıları Azərbaycan ərazilərindən qovur, Səfəvinin bütün ərazilərini bərpa edir. 36-cı ilin martında Nadir yığır bütün dövlət bəylərini, əyanlarını, əsas dövlət əyanlarını, bəylərini və Suqovuşanda qurultay keçirir. Suqovuşan qurultayında deyir ki, birdən-birə elan edir ki, Səfəvi xanədanına tamamilə son qoyuram və öz dövlətimi yaradıram. 3-cü Abbas qəfil beşikdən yıxılır, ölür. Necə olursa... Beşikdən yıxılır? O boyu altından beşikdən. Nəvəmlə kəsib bitirlər. Və Nadir özünü şah elan edərək Əfşar imperiyasının əsasını qoyur. Nadir Şah Əfşar imperiya yaratdıqdan sonra bu Suqovuşan qurultayında Gəncə bəylərbəyi qulasın. Ziyadoğullar, Qarabağ bəylərbəyi, 32-lər, Kəbirli, Cavanşir kimi məşhur tayfalar 32-lər Nadirə qarşı çıxırlar. Nadir də buna cavab olaraq hamısını sürgün edib Xorasana. Bundan başqa, Nadirə qarşı Qarabağ bəylərbəyi Nadirə qarşı çıxdığı üçün Qazaq Borsalı Şəmşəddili verir Gürcü çarının himayəsinə, Qarabağdakı erməni məlikliklərini isə Qarabağ bəylərbəyi tabeliyindən çıxarır. Yəni bu bizə bir ziyan idi əslində. Ya iki başda hakimiyyət gəlir. Hə. Və Nadir Şah hakimiyyətə gələn ki, başlayır islahatlar keçirməyə. Hərbi, vergi, torpaq, idarə etmə islahatları. Gəlin başlayaq hərbi islahatından. Bütün rəiyyət, yəni kəndlilər hərbi xidmətə çağırılır. Bu da əkinçiliyin inkişafına təsir göstərmişdir. Nadirin hərbi qoşunlarında ümumiyyətlə artilleriya da var idi. Artilleriya da var idi, süvarilər də var idi, kəndlilər daha çox təşkil edirdi. Bundan başqa Nadir Azərbaycandakı hökmdarlardan bir neçəsindən biridir ki, həm deməli Fars körfəzində, həm də Xəzər dənizində hərbi donanma yaratmağı cəhd eləmişdir. Hətta bu məqsədlə Rusiya ilə, Hollandiya ilə, Avropa ölkələri ilə diplomatik əlaqələr də saxlamışdı. Lakin Osmanlı ilə yeni müharibəyə başlaması onun donanma yaratmaq planını iflas etdirir, yəni alınmır bu plan. Yeri gəlmişkən, Nadir Osmanlı ilə şah kimi müharibə var, amma biz bu müharibəni keçmirik. Yəni, nə vaxt aparıb onu keçmirik. Bundan başqa, vergilərin miqdarı müəyyənləşdi, vergilərin alınma qaydası müəyyənləşdi, düzdür, vergilər ağır idi Nadirin dövründə. Gərək torpaq idarə etmə məsələlərinə. Bunlar əslində bir yerdədir. Nə üçün? Baxın, vəkil vəzifəsi ləğv olunur, sədr-əzəm vəzifəsi ləğv olunur. Vəqf torpaqları bilirsiniz də, məscidlərin himayəsində. Bütün vəqf torpaqlarını ləğv edir. Ruhanilərin əlindən bütün torpaqlarını alır və hamısı verilir dövlətin tərkibinə, o torpaqların hamısı. Ümumiyyətlə, bildiyim qədər Nadir dini inanmayan biri idi və dindarlarla heç arası yox idi, ona görə onların bütün torpaqlarını əlindən almışdı. Və Nadirin bu ağır rejiminə qarşı ümumiyyətlə üsyanlar baş verirdi. 34-cü ildə Astarada Carbalakəndə üsyanlar baş vermişdi, hansı ki, hələ Nadir dövləti yaratmamışdı da. Daha sonra 37-ci ildə Mərkəzi Asiyaya, Hindistana yürüş edir Nadir Şah. Bundan istifadə edən Azərbaycan şimal torpaqlarının əhalisi üsyan qalırır. 38-ci ildə yenidən Carbalakəndə üsyan qalxır. Nadirin qardaşı İbrahim xan idi. Yeri gəlmişkən, Nadir bu idarə etmə islahatları deyiliyi Azərbaycan əyaləti yaratmışdı, Mərkəzi Təbriz oldu və qardaşı İbrahim xanı da oranın rəhbəri qoymuşdu.
38-ci ildə Carabalı kəndi üsyan olarkən, Nadir Hindistanda olarkən, İbrahim xan gedir Carabalı kəndi üsyanını yatırmağa, amma həmin üsyanı yatırarkən öldürülür. Qardaşı İbrahim xan öldürülür. 41-ci ildə özü qayıdır Hindistandan və bütün üsyanları qəddarlıqla yatırır. Daha sonra biz deyirik ki, Nadirə qarşı baş verən üsyanlar 43-cü ildə 2 dənə üsyan var. Sam Mirzə üsyanlar. Birinci Sam Mirzə, ikinci Sam Mirzə. Üçüncü də var da. Üçüncü də var, hə. Sam Mirzələr kimlərdir? Birinci Sam Mirzə özünü Şah Sultan Hüseynin oğlu kimi qələbə verirdi və Şah Sultan Amma Hüseyin... əsl deyil. Təbii ki, yabancı Sam Mirzələr idi. Üsyan qaldırmışdı Şirvanda. Hər ikisinin üsyanı Şamaxıda baş vermişdi. Birinci Sam Mirzənin üsyanı qısa müddətdə yatırılır. Nadirin oğlu Nəsrullah Mirzə üsyanı yatırılır. Amma ikinci Sam Mirzə üsyanında 2 dənə döyüş olmuşdur. Bir Şabranla Dərbənd arasındakı döyüş və ikinci döyüş isə Ağsu çayı sahilində döyüş. Birinci döyüşdə ikinci Sam Mirzə qalib gəlmişdi, amma Ağsu çayı sahilindəki döyüşdə Nəsrullah Mirzənin qoşunu ikinci Sam Mirzənin ordusunu darmadağın edir və beləliklə Sam Mirzə üsyanları yatırılır. İkinci və birinci Sam Mirzə 43-cü ildə. 43-cü ildə Şəkidə Hacı Çələbinin başçılığı ilə üsyan baş vermişdir və deyirik ki, Azərbaycanın şimalında ilk müstəqil xanlıq olan Şəki xanlığı yaranmışdır. Hələ Nadir Şahın sağlığında. Şəki üsyanı nə üçün idi? Hacı Çələbini əhali vəkili seçmişdi və orada Şəkinin hakiminə qarşı üsyan baş vermişdir. Və bu üsyanı Nadir özü gəlir 43-lər, 44-cü illərdə gələsən görəsən qalasına sığınır Şəki ailesi. Amma sonra hətta belə bir hekayə var ki, Hacı Çələbini çağırırlar Nadirin hüzuruna. Hacı Çələbi gəlir, deyir ki, açıq-açıq Nadirə nə varsa deyir, qorxmadan, çəkinmədən. Son anda Nadir onu buraxır. Deyir ki, mənim zənnim xəta etməz, bu adamdan bir xəta baş verəcək, bir şey törənəcək. Gedir, qayıdır Hacı Çələbi Şəkiyə və üsyan edir orada. Lakin sonra əhalinin öldürülməsindən qorxaraq, həm də ərzaq çatışmazlığına görə vəkil vəzifəsində qalmaqla Nadirə tabi olur Hacı Çələbi. Amma 43-cü ildə ilk müstəqil xanlıq olan Şəki xanlığını yaratmışdır. 47-ci ildə 3-cü Sam Mirzə üsyanı baş vermişdir. Uşaqlar, 3-cü Sam Mirzə üsyanının birinci və ikincidən fərqli cəhəti odur ki, Təbrizdə, Cənubi Azərbaycanda olmuşdur. Və 3-cü Sam Mirzə üsyanı Nadirin ölümündən sonra da davam etmişdir. 3-cü Sam Mirzə üsyanını yatırmışdı ki, Nadirin əmisi oğlu Əmraslan xan, yəni o Təbriz hakimi idi. Sonralar da Təbriz xanlığını yaradacaq Əmraslan xan, görə keçəcəyik. 3-cü Sam Mirzə üsyanı Əmraslan xan tərəfindən yatırılır. 47-ci il 19 iyununda isə Nadir Şah sui-qəsd nəticəsində öldürülür. Nadirə nə deyirdilər? Son fatih. Nadir Şah öldürülür və onun yaratdığı imperiya sübut. Napoleondan sonraki şərqin son fatih. Nadirin ölümündən sonra onun dövlətinin davam etməməsinin bir neçə səbəbləri var idi. Birincisi, oğullarına qarşı çox qəddar idi, bir oğlunun gözünü çatdırmışdı, o biriləri qəddar idi. Nadirin digər cəhətləri o idi ki, zor gücünə yaradılmış bir imperiya idi, zor gücünə, qol gücünə, hərbi gücə yaradılmışdı və bu imperiyanın mərkəzləşmiş dövlət deyildi. Mərkəzləşmiş dövlət deyildi, ona görə də dağılır. İdarə etmə məsələlərinə bir dənə fikir verək. Nadirin dövründə 3 dənə bəylərbəylik var idi. Mərkəzləri Təbriz, Məşhəd və Şiraz olmalı. Dövlətin paytaxtı isə Nadir seçmişdir Məşhəd şəhərini. İndiki İraqda yerləşir. Məşhəd şəhərini paytaxt seçmişdir. Bir də bayaq sizə dərsi bu hissəsində dedim ki, mərkəzi Təbriz olan Azərbaycan əyalətini yaratmışdır. Uşaqlar, siz dərs oxuyarkən mütləq diqqət eləməlisiniz Kirmanşahla Rəşd müqaviləsinə. Çünki imtahanda potensial düşə biləcək bu mövzudan Kirmanşahdır, Rəşddir, Bağdaddır və Gəncə müqaviləsi. Bu 4 müqavilə və çox asandır. Kirmanşah Osmanlı ilə bağlanır, Rəşd Rusiya ilə bağlanır, Bağdad Osmanlı ilə, Gəncə də Rusiya ilə. Çox asandır. Nadir Şah imperiyası da yenə də asan mövzudur. Sam Mirzənin üsyanıdır, Hacı Çələbinin üsyanıdır. Carabalı kəndə üsyandır. Çələblər arasında üsyan çıxarır, müəllim. Rahatdır. Məhmətin vaxtında da çıxarmışdı.